şəhid ocaqlarının hər zaman gəzdik, ziyaret edildikcə, qürur fəxrlə bu günə bir ocağa gəldik. Şəhidimizin evinə gəlmə özümüzə bir qürur bildik. Şəhid Abışov Babək ocağına gəlmişik. Qardaşımızın evinə, şəhidimizin, ananın, övladlarının, yoldaşının yanında. Babək qardaşımız çox cöhətli, döyüşçü olub, 2 övladı qalıb yadışar atasına, anasına, onun ocağındayıq. Bugün özümüzə bir qürur verir ki, bugün anamla, Sərdanın anası ilə bu ocağa gəldim. Bugün ocaqda olmaq bir qürur fəxrlə deyirəm ki, nə yaxşı ki bu şəhidlərimiz bizi analarımızla, atalarımızla birləşdirir. Nə yaxşı ki bu şəhidlərimiz xalqımız, elimizi, millətimizi bir-birinə qovuşdurur. Allah bu şəhidlərimizə rəhmət eləsin. Babək onların timsalında Allah Babəkə rəhmət eləsin. Bugün Babəyin ocağında anamızın 2 gözəl körpə qardaşımızın balasının ocağına gəldik, gördük. Anaya baş sağlığı verirəm. Allah bala rəhmət eləsin. Allah köməyin olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Siz də çox sağ olun. Şəhidləri heç vaxt unutmursunuz. Ziyarət edirsiniz. Allah köməyiniz olsun. Şəhidlərimizin də məkanları cənnət olsun. Bugün Babəyin timsalında nə qədər şəhid varsa, Allah rəhmət eləsin. Babəyin acı olsa, balaca da olsa, biləm, ağırdır. Ana özü təfərrüatından belə danışır, biz qulaq asarıq, qısa da olsa. Biləm, ana üçün ağırdır danışmaq. Övladının təqdimatından, keş yolla, döyüşlərindən acı danışır, şəhid oldu. Baba 2020-ci ildə şəhid olub, ötəkünüş vətən müharibəsində, hansı tərəfdə şəhid olub, onu siz özünüz desəz yaxşı olar. Babək müharibəyə hazırlaşırdı, inan elə bir toya hazırlaşırdı. Oturmuşduq, dedi ki, ana dedi, qəhrəman anası, ne qəhrəman. Mən də pis oldum, dedim, niyə elə deyirsən? Deyir ki, qəhrəman anasında, ana, sən gedəcəyik vətənimizi qorumağa. Allah bütün şəhidlərimizin yerin cənnət eləsin. Babək Füzuli tərəfində şəhid olub. Öz komandirinə iynə vuranda orada şəhid olub. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Babək çox ailə sevər, xətirli, hürmətli bir oğul idi. Hamının yanında xətirli, hürmətli idi. Hamı çox sevirdi onu. Gəlirdi bura əskərlər, and olsun Allaha onu. Deyirdi ki, elə bilsən ki, bizə Babək öz atamız, anamız kimi belə baxırdı əskərlərə. Hamısı gəlib şəhid olandan gəlib gedirdi, hamısı maraqlanırdı. Babək Abışovun Yaqutoğlu'nun 2 dənə deyim ki, övladı var, gözəl bir oğul, bir qızı qalıb yadışar. 2 balası var. Ki, o balalar atalarının layiqliklə, gözəl layiqli evlat olsun. Evlat olub, böyüsün, ataları yaşatsınlar. Ataları qüruru, fəxri, bir gözəl şəhid olur. Allah anasına da səbir etsin. Ataya da bacıya səbir az edirəm. Mən bir qürurla, fəxrlə sizin qapınızda açıb, sizin evinizə girmək, mən ki, böyük bir qürur oldu. Çox sağ olun, çox sağ olun. Allah razı olsun ki, onun üçün arz əvətlərlə gəldik, əziyyət çəksin. Şəhid Poladımızı qardaş, sanamız sağcan sağlığı versin. Poladın da ruhu şad olsun, cəm şəhidlərimizin. Biz də sizi kimi oğlanlarla qürur duyuruq, fəxr edirik ki, bugünkü günü qapımızı açıb ziyarət edirsən. Analara az da olsa bir təsəllim olursan. Sizə qurban olar. Ana, mənim o borcumdur ki, mən sizin kimi ananın ayağına getməyəm. Ona görə ki, sizin cənnət ayaqlarınızdadır. Bugün sizin kimi analar hüzurunda olmaq, mənim üçün böyük bir qürurdur. Ona görə ki, siz hər bir də qeyrət, şərəfli, varlı, nurlu bir analarsınız ki, sizin gözəl övladlarınız bu xalqın, bu millətin yolunda canına fəda keçir. Gedirdi bizə arzu ziyarətə. Yolda gördü Babək şəkil, getirib şəhidimizə ziyarətə, verib canından başına. Allah qorusun, yəni seçim yoxdur burada, hamı qapısı var eləsin sənə Allah. Yəni şəhidlərimiz... Şəhidləri istəyən hər kəsə Allah var eləsin. Allah rəhmət eləsin, şad olsun, Allah sizə səbir versin. Allah sizin də şəhidinizin yerin cənnət eləsin, məkanları ruhu şad olsun, bütün şəhidlərimizin ruhları şad olsun. Allah valideynlərinə səbir versin, biz də içində. Allah sağda can sağlığı versin, bu gül balalar böyük. Allah köməyin olsun, sağ olun, şahidim, Allah hamımız. Ataların əmanət.